Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kovulmuş, lanetlenmiş, taşlanmış şeytanın şerrinden Rahman ve Rahim olan Allah'a sığınırıq. Allah'a sığınırıq ki Allah bizi korusun. Hareket bizden, bereket Allah'tandır. Güzel insanlar, bugün Azərbaycan xalqının böyük değerlerinden biri olan, əslində varlığı ilə ortaya koyduğu değerlerle Azərbaycanı təmsil edən Üzeyir Bey Hacıbəyli tanıtmaya çalışacağım. Bir milletin tarihte ve dünyada böyüklüğünü şərtləndirən əsas məsələlərdən biri budur ki, bu millet dünyaya ne verib, insanlığa ne verib. Biz neye göre millet oluruq? Bunun da yolu o milletin değerlerinin ortaya koyduğu değerlerdir. Ve o değerleri ortaya koyduğu şəxsiyyət, o değerlerin ortaya koyduğu, o değerleri ortaya koyan şəxsiyyətlərdir. Üzeyir Bey, Azərbaycan xalqı üçün bizi insan eden, bizi millet eden, bizi dünya xalqları içerisinde biz de varıq. Hakkımız var, tariximiz var, medeniyetimiz var, musiqimiz var, təhsilimiz var, elmimiz var. Biz dünya medeniyetinin ayrılmaz bir parçasıdır dedirttirebilen şəxsiyyətlərdən biri Üzeyir Hacıbəylidir. Üzeyir Hacıbəyliyə Allah bir toxum verdi. Yani istedat tohumu verdi. O tohum olmasa hiçbir şey olmaz. Önce burasının altından xətt çəkirəm. Allah'ın verdiği bir tohum var, bir istedat var, bir fitret var. Ancak Allah insana tohum verse de o tohumu büyütmek məsuliyyətini de insanın üzerine koymuştur. Üzeyir Bey Allah'ın verdiği o tohumu, o büyük istidadı nece büyüttü, nece düzəltdi, nece milli bir değere çevirdi. Üzeyir Bey'den alacağımız dersler nedir? Onu bugünümüze nece taşıyabiliriz? Bir, Üzeyir Bey'in o tohumu ortaya çıkarmasının birinci sebebi ailesidir. Bakın burasına dikkat edin aziz dostlar. Ben bir müəllimim. İlk mektep evinizdir. İlk müəllim ananız ve atanızdır. Yani valideynlerinizdir. Üzeyir Bey'in merhum anası Füzulini ezber bilirdi. Sine defteriydi. Məni candan usandırdı, cefadan yar usanmaz mı? Felekler yandı ahimden, muradım şemi yanmaz mı diyen Füzulini ezber bilirdi. Ve sonraki dövrde göreceğiz ki Üzeyir Bey'in dünya görüşünde Füzuli'nin ayrıca bir yeri var. Çünkü anası ona şiirlerle, laylalarla, bestelerle, gazellerle onu evladının düşüncesine yerleştirmişti. Yani aile bir şəxsiyyətin böyümesinde, tohumun cücərməsində önemli bir roldur. Aile mekteptir. Aile esaslı, fundamenttir. İkinci, Üzeyir Bey Ağcabəddə doğulsa da sonraki hayatı Şuşa ile bağlıdır. Yani Qarabağın medeniyet merkezine yakın olması, mühit onu büyüttü, tohumu düzəltdi. Yani evlatlarınızın büyümesini istəyirsinizsə, sağlam bir mühitin, medeni mühitin, elmi mühitin, siyasi mühitin içerisine yerleştireceksiniz. Üzeyir Bey'in tohumunu büyütmesinin üçüncü sebebi odur ki, təhsil aldı. Bakın, valideynləri ona güvendi. Qarabağın, Şuşanın merkezinden oxumağa, dünyaya çıkmasına şərait yarattı. Getdi, oxudu, təhsil aldı. Üzeyir Bey dördüncü sebep budur ki, Üzeyir Bey hem milli şəxsiyyətdir, milli değerlerini bilir, Nizamini bilir, Füzulini bilir, Sabiri bilir, bütün milli değerlerimizin içinden Həsən Bəy Zərdabini bilir, onları bilir, aynı zamanda dünya medeniyetini bilir. Azərbaycan medeniyeti ile dünya medeniyetini özünde sintez elədi. Bu da Üzeyir Bey'deki tohumun düzəlməsinə yol açtı. Üzeyir Bey dil öğrendi. Bakın Azerbaycanlılar için biz Üzeyir Bey bir makalesinde yazır ki biz mütləq öz milli dilimizde təhsil almalıyıq. Ama xarici dilde öğrenmeliyik. Üzeyir Bey'in tohumun, Üzeyir Bey'e verilmiş tohumun büyümesinde təhsilden başka mücadele mühim rol oynadı. Bakın Üzeyir Bey 19. əsrin sonu, 20. əsrin əvvəli mücadilə dövrdü dünya tarixində, xüsusən Güney Qafqazda. Bakın Osmanlı çökür, Çar imperiyası çökür, İranda məşruiyyət inqilabı var, Azərbaycan Cumhuriyyəti onda mücadilə gedir. Böyük Sabirin dediği kimi zaman nehrə kimi çalxalanır. Üzeyir Bey bu mücadilənin içerisinde yetişti. Yani şəxsiyyət ilə məsələlərdən biri de fikir verseniz dünya tarixində çarpışmalar, mücadilələr dövrüne düşmesidir. Ancak Üzeyir Bey bu çatışmalara, bu mücadelelere kenardan seyirci kalmadı. Üzeyir Bey o mücadelenin içerisine girdi. Cumhuriyet fikrini mənimsədi, müstəqillik fikrini mənimsədi, ədaleti mənimsədi, azadlığı mənimsədi. Məhəmməd Əmin Rəsulzadə ilə bir yerdə Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları sırasında yer tuttu. Mücadilə etdi. Biz kölə olmayacağıq dedi. Qardaşı Azərbaycan qəzetinin baş redaktoruydu Ceyhun Hacıbəyli. Özü də
Həmin qəzetin parlamentdəki müxbiri idi. Cumhuriyyət fikrinin mənimsəməsi və mücadilənin içərisinə girməsi Üzeyir bəyin imkanlarının ortaya çıxmasına yol açdı. Baxın, heç bir şey təsadüf deyildir. Altıncısı, Üzeyir bəy o dəyərlər uğrunda mücadilə apardı ki, dünyada böyüməyin, böyük insan olmağın, böyük şəxsiyyət olmağın, milləti təmsil etməyin yolu. Bu dəyərlər hansılardır? Ədalətdir, Üzeyir bəy ədalət uğrunda mücadilə apardı. Azadlıqdır, azadlıq uğrunda mücadilə apardı. Elmdir, Üzeyir bəy bir alimdir. Üzeyir bəy jurnalistdir. Üzeyir bəy barışı istədi, mərhəmət istədi, Azərbaycan xalqının inkişafını istədi, sevgini istədi. Baxın, azadlıq, elm, ədalət, barış, mərhəmət, insan hakları uğrunda mücadilə aparan insan böyüyər. Üzeyir bəy profesional Azərbaycan musiqisinin əsasını qoydu. 23 yaşında Leyli və Məcnun operasını yazdı. İki dahi birləşdi. Biri, Ya Rəbb, bəlayı eşq ilə qıl aşina məni. Birdən bəlayı eşqdən etmə cüda məni deyən Füzuli, bir də Üzeyir bəy. Ortaya Leyli və Məcnun kimi 1908-ci ildə yazılmış bir opera çıxdı. Şərqdə ilk opera çıxdı. 23 yaşındakı bir gənc Şərq aləmində, Müsəlman şərqində, bütün şərqdə ilk dəfə bir opera ortaya qoydu. Və o opera sadəcə, əziz dostlar, sadəcə bir musiqi əsəri deyildir. Azərbaycanın inkişaf yolunu göstərir. Dünya ilə birləşən Azərbaycan. Milli dəyərlərlə dünyadakı dəyərləri birləşdirən Azərbaycan. Milli ruh. Və o sevildi. Arşın Malalanı yazdı. Arşın Malalan dünyanı gəzdi. Arşın Malalan o qədər böyük təsirə malik oldu ki, bizim düşmənlərimiz onun, ermənilər onu öz adlarına çıxdı. Burada ona dediyim ki, Üzeyir bəy haqqında ən çox danos yazan, iftira atan, böhtan atan bu ermənilərdir. Əsərlərini uğrayan ermənilərdir. Üzeyir bəy Koroğlu kimi bir opera yazdı. Koroğlu uverturası məşhur oldu. Baxın, bizim meydan hərəkatımız, azadlıq hərəkatımız Üzeyir bəyin yazdığı uvertüra ilə səsləndirildi, başladı. Milləti coşdurdu, azadlığa, ədalətə, Qarabağ uğrunda mücadiləyə səslədi. Üzeyir bəy lirik əsərləri yazdı. Üzeyir bəy eyni zamanda müəllimdir. Necə bir müəllimdir? Uşaqlara dərslik yazan. Baxın, hesab dərsliyi yazıb Üzeyir bəy. Lüğətçi hazırlayıb Üzeyir bəy. Şagirdlərini sevən, yoxsul şagirdləri seçən, onların qarnını doyuran, paltar alan, ayaqqabı alan, dərdi ilə maraqlanan bir müəllimdir Üzeyir bəy. Üzeyir bəy bir alimdir. Əməli ilə elmini birləşdirən bir alimdir Üzeyir bəy. Üzeyir bəy bir jurnalistdir. Baxın, onun jurnalistikasına baxsanız nələrə toxunub. Milli dil məsələsi qaldırıb. Erməni məsələsinə toxunub. Azərbaycandakı cəhalətə, xurafata qarşı çıxış edib. Deyib ki, xurafat insanın ağlını öldürən, insanı sürləşdirən ən böyük bəladır. Ondan qurtulmalıyıq. Dini cəhalətdən, siyasi cəhalətdən, iqtisadi cəhalətdən qurtulmalıyıq, deyib Üzeyir bəy. Üzeyir bəy inanılmaz bir irs qoydu getdi. Millətin qüruru oldu. Azərbaycanı təmsil etmək haqqına sahib oldu. Biz bugün qürur duyuruq ki, Üzeyir bəyimiz var. O bizim millətimizindir. O bizim milletin gücünü gösterir, iradesini gösterir, ağlını gösterir, istidadını gösterir. Medeniyetinin böyüklüğünü gösterir Üzeyir Bey. Üzeyir Bey Azerbaycan halkına ümit verir. Azerbaycan'da dəfnində milyonlarla insanın könüllü iştirak ettiği iki şəxsiyyətimiz var Sovet dövründə. Biri Üzeyir Hacıbəyli, biri Səməd Vurğundur. Xalq onu sevdi, qürur duydu. Bugün de onun musiqisi bizi qürurlandırır. Azərbaycan xalqının haqq səsini, milli duyğularını dilə gətirir. Sağ ol Üzeyir bəy. Var ol Üzeyir bəy. Allahın xeyri, bərəkəti, rəhməti sənin üzərində olsun. Allaha əmanət ol. Allahın mərhəmətinə əmanət ol Üzeyir bəy.